Bugünkü mövzumuz da müəllimlər fəaliyyət və onun növləri mövzusudur. Çox maraqlı mövzulardan biridir və düşünürəm ki, hər birimiz üçün maraqlı olacaq və əsasən də onu da deyim ki, müəllimlər üçün müəllimlərimizin daha doğrusu çox çətinlik çəkdiyi mövzulardan biridir. Amma bunlara elə formada sizə aydınlıq verəcəm ki, heç kimə çətinlik qalmasın. Yəni asan formada, sadə formada, öz başa düşəcəyimiz tərzdə bunları burada qeyd edəcəm. Ümumiyyətlə, fəaliyyət nədir? Fəaliyyətin üç növü var, bunu bilirik. İdraki sahə, affektiv, emosional sahə, bir də psixomotor sahədən ibarətdir. Yəni, üç növdən ibarətdir. İdraki sahənin əsasını ilk dəfə Benjamin Bloom tərəfindən əsası qoyulmuşdur. Benjamin Bloom öyrənmə nəzəriyyəsində, yəni təlim nəticələrinin təsnifatına böyük töhfələr vermiş, Amerika psixoloqu olmuşdur. 20-ci əsrin 50-ci illərində Benjamin Bloomun rəhbərlik etdiyi işçi qrupu yenilik edərək, yəni bu üç sahənin əsasını, təsnifatını və çərçivəsini hazırlamışdılar. Və əsasən də idraki sahə elə Benjamin Blooma aiddir. İdraki sahənin ilk əvvəlki orijinal versiyası var, bir də sonraki versiyası var. İlk versiya 1956-cı ildə Benjamin Blooma aiddir təbii ki. Yəni bu ilk dəfə bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə mərhələlərindən ibarət olmuşdur. Bu ilk versiyadır. 1956-cı ildə yaranmış versiyasıdır. Amma daha sonra 1990-cı ildə Anderson və Krasvold, yəni Benjamin Bloomun tələbələri olan Anderson və Krasvold bu yanaşmanı təkmilləşdirməyə başlamışdılar. Həmin bu köhnə versiyanı üzərində işləmişlər, onu təkmilləşdirməyə başlamışlar. 90-cı ildə başlamış və 2001-ci ildə prosesi yekunlaşdırmışdılar və yeni versiya yaratmışdılar. Bu yeni versiyada, təkmilləşmiş versiyada, əvvəlki versiyadan fərqli olaraq, yəni feillərlə əvəz olunmuşdur. Burada daha çox şagirdləri, yəni fəaliyyətinə yönəlik olmuşdur və onların fəaliyyəti burada daha aydın şəkildə, yəni ölçülə bilən şəkildə göstərilmişdir. Təkmilləşmiş versiya hansılardan ibarətdir? Burada yəni bilmək, xatırlamaqla əvəz olunmuşdur. Yəni burada feillər artırılmış, əlbəttə ki, xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaqdan ibarət olmuşdur. 5-ci, 6-cı versiyalarda burada dəyişiklik olmuşdur təbii ki də. Və həmin bu təkmilləşmiş versiya da 2001-ci ildə yəni meydana gəlmişdir, təkmilləşmişdir və 2 mərhələdən ibarət olmuşdur. Bunlar hansılardır? Əlbəttə ki, aşağı təfəkkür səviyyəsi və yuxarı təfəkkür səviyyəsindən ibarət olmuşdur. Aşağı təfəkkür səviyyəsinə aiddir nələr? Xatırlamaq, anlamaq, tətbiq etmək. Bunlar aşağı təfəkkür səviyyəsi hesab olunur. Yuxarı təfəkkür səviyyəsi nələrdir bəs? Təhlil etmək, dəyərləndirmək və yaratmaqdan ibarət olmuşdur. Yəni, bu 2 mərhələli şəkildə də yadımızda saxlaya bilərik. Daha sonra biz bunlara ayrı-ayrılıqda nəzər salaq. Birinci mərhələmiz olan xatırlamaq mərhələsidir. Xatırlamaq mərhələsi biz qısaca necə yadımızda saxlaya bilərik? Əlbəttə ki, yəni bunu belə yadımızda saxlayırıq ki, xatırlayanda necə olur? Əlbəttə şagird yəni bildiklərini öz beynində olan, yəni təqdimatı, hər hansı bir məlumatı daha doğrusu, yəni olduğu kimi təqdim edirsə, məsəl üçün, müəllim sual verir, şagird onu yadına salıb deyirsə, xatırlayıb deyirsə, yəni heç bir dəyişiklik etmədən müəllimə cavab verirsə, artıq bu nə olacaq? Əlbəttə ki, xatırlama mərhələsi olacaq. Yəni, şagird idraki sahənin hansı mərhələsindədir? Əlbəttə, xatırlama mərhələsindədir. Çünki əzbərə əsasən cavab verdi, yaddaşa əsasən cavab verdi, olduğu kimi cavab verdi və heç bir dəyişiklik etmədi. Bu oldu, əlbəttə, idraki sahənin xatırlamaq mərhələsi. İkinci mərhələmiz olan anlama mərhələsidir, müəllimlər. Anlama mərhələsində belə yadımızda saxlayırıq. Çox sadə dildə deyəcəm ki, hər birimizə aydın olsun. Çünki cümlələr, məsələn, kitabda uzun-uzadı, qabarı cümlələr var, amma çox sadələşdirilmiş formada mən sizlərə çatdırıram bunu. Anlama mərhələsində belədir ki, yəni şagird xatırladığı məlumatı, hər hansı bir faktı, yəni olduğu kimi deyil, öz sözləri ilə deyirsə,
yəni müxtəlif izahat formasında deyirsə, ümumiləşdirirsə, qruplaşdırırsa, bu olacaq nə? Əlbəttə ki, anlama mərhələsi. Yəni ümumiləşdirmə var, qruplaşdırma varsa, izahat vermə varsa, öz sözlərindən istifadə edərək nə isə deyirsə, yəni əzbərə əsasən demir, öz sözləri ilə deyirsə, artıq bu olacaq anlama mərhələsində. Yəni bu zaman şagird hansı mərhələdə olur? İdraki sahənin anlama mərhələsində olur təbii ki də. Növbəti gəlir mərhələmiz, 3-cü mərhələmiz olan tətbiq etmək mərhələsi. Onu da deyim ki, xatırlamaq, anlamaq, tətbiq etmək mərhələsi aşağı təfəkkür səviyyəsi adlanır. İdraki sahənin aşağı təfəkkür səviyyəsi adlanır. Bu mərhələdə hər hansı bir belə deyək, məsələni, problemi həll etmək üçün müxtəlif prosedurlardan istifadə etmək var, icra etmək var, tətbiq etmək var, yerinə yetirmək var. Bəzən də yəni prosedural biliklə əlaqəli olur. Yəni biliyin növü olaraq prosedural biliklə əlaqəli olur. Çünki burada ardıcıllıq yerinə yetirmək var, nə isə icra etmək var, bir alqoritm var. Yəni biz bilik olaraq da bilirik ki, prosedural bilik nə idi? Ardıcıllıq, alqoritm, icra etmək, tətbiq etmək var idisə, bu prosedural biliyə aid olurdu bilik olaraq və tətbiq etmək özü də prosedural biliklə əlaqəli olur və eyni zamanda onu da deyim ki, anlamaq mərhələsi də, yəni idraki sahənin anlama mərhələsi də elə bilik olaraq konseptual biliklə əlaqəli olur. Yəni bəzən konseptual biliklə həmişə deyil, bəzən konseptual biliklə də əlaqəli olur. Bax, bunu da yadımızda saxlayırıq. Demək ki, tətbiq etmək prosedural biliklə, anlama mərhələsi isə konseptual biliklə əlaqəli olur. Tətbiq etmək demək ki, biz necə yadımızda saxladıq qısacası, yəni icra etmək, yerinə yetirmək varsa, nə isə ardıcıl formada həyata keçirtmək varsa, yəni əlimizdə olan bir hər hansı bir məhsuldan nə isə hazırlayırıqsa, icra ediriksə, tətbiq ediriksə, hər hansı bir nə isə düzəliş ediriksə, uyğunlaşdırırıqsa bir-birinə, artıq bu olacaq nə? Tətbiq etmək mərhələsidir. Hər hansı bir məsələ, misal həlli də varsa, bax bunlar özü də tətbiq etmək mərhələsinə aid olacaq. Növbəti mərhələmiz gəlir 4-cü mərhələdə. Artıq bu yuxarı təfəkkür səviyyəsinə keçid edirik. Təhlil etmək mərhələsidir müəllimlər. Təhlil etmək mərhələsində belədir ki, hər hansı bir məlumatı, materialı ayrı-ayrı hissələrə bölüb, onların bir formada, yəni olduğunu təsəvvür etmək, yəni onlar bir araya gələndə necə olacaq və onlar arasında əlaqəni müqayisə etmək, yəni onları müqayisə etmək, əlaqələndirmək, bütöv halda deməli beynimizdə onu ümumiləşdirmək və eyni zamanda da hər hansı bir nə isə hər hansı bir məlumatı müqayisə etdikdən sonra, hər hansı bir nə isə müqayisə edəndən sonra, yəni qarşımızda iki məqsəd var, tutaq ki, bunları müqayisə edirik və onlar içərisindən ən səmərəli olanı seçib götürürük. Yəni iki yoldan birini seçirik. Ən səmərəli olanı seçirik, ən uyğun olanı seçirikcə, artıq bu olacaq təhlil etmək mərhələsi. Bir də orada müəllifin mövqeyinə münasibət var. Əgər müəllifin mövqeyinə münasibət bildiririksə də, bu da təhlil etmək mərhələsidir. Yəni hər hansı bir əsərə münasibət bildiririksə, hər hansı bir yazıya münasibət bildiririksə, yəni onun içərisində olan faktlara münasibət bildiririksə, bu olacaq təhlil etmək. Bax, yadımızda qalsın. Demək ki, təhlil etməyi necə yadımızda saxladıq? Yəni, onu müqayisə etmək kimi, ən səmərəlisini seçib götürmək kimi, hissələrə bölüb ayırmaq və eyni zamanda onları bir-biri ilə bütöv şəkildə əlaqəsini müəyyənləşdirmək kimi də biz təhlil etməyi yadımızda saxlaya bilərik. 5-ci mərhələmiz olan mərhələ dəyərləndirmə mərhələsidir. Dəyərləndirmə mərhələsi də belə deyim ki, tənqidi təfəkkürə də bənzəyir biraz da. Yəni bunu da belə demək olar ki, yəni hər hansı bir arqument gətirməkdir, fikrimizi əsaslandırmaqdır, öz mövqeyimizi bildirməkdir, hər hansı bir problemə, hər hansı bir hadisəyə sistemli şəkildə baxmaq, onu dəyərləndirmək, onu qiymətləndirməkdən ibarətdir.
belə deyək də, həyatda baş verənlərə, hər hansı bir problemə, bir hadisəyə baxıb ona münasibətimizi bildiririksə, ona fikir bildiririksə, onu qiymətləndirib dəyərləndiririksə, bu olacaq dəyərləndirmə mərhələsi. Yox, əgər biz hər hansı bir müəllifin mövqeyinə münasibət bildiririksə, bu zaman olacaq təhlil etmə mərhələsi. Bax, bunları ayrı-ayrılıqda yadımızda saxlayaq ki, testlərdə qarışdırmayaq müəllimlər. Demək ki, biz dəyərləndirməni necə yadımızda saxladıq? Deməli, hər hansı bir fikrə münasibət bildirmək, hər hansı bir problemə münasibət bildirmək kimi, arqument gətirmək kimi, yəni bu kimi yadımızda saxlaya bilərik müəllimlər. Əsasən qiymətləndirmək, dəyərləndirmək kimi də yadımızda saxlaya bilərik. Münasibət bildirmək kimi də. Yəni tənqidi təfəkkürlə də əlaqələndirə bilərik bunu. Bu formada yadımızda saxlaya bilərik. Növbəti sonuncu mərhələmiz hansı mərhələdir? Yaratma mərhələsidir əlbəttə ki. Yaratma mərhələsi də çox asan formada tapılır testlərdə. Burada da bir yaradıcılıq var. Demək ki, yeni qeyri-standart mövqe nümayiş etdirmək var, yeni yanaşma var, yeni hər hansı bir nəyisə yaratma var. Yəni, hər hansı bir yeni məhsul ortaya qoyuruqsa, yeni yanaşma nümayiş etdiririksə, hər hansı bir problemə fərqli şəkildə münasibət bildiririksə, öz ideyalarımızı ortaya qoyuruqsa, yəni fərqli ideyalar ortaya qoyuruqsa, beynimizin məhsulunu ortaya qoyuruqsa, qeyri-standart yanaşırıqsa hər hansı bir məsələyə, əlbəttə ki, bu da yaratma mərhələsinin açar sözləridir. Və yaxud da ki, yeni plan fikirləşiriksə, hər hansı bir yeni planımız varsa, fərqli formada bir planımız varsa, bu da yaratma mərhələsinə uyğun olacaq əlbəttə ki.